Bu işi biz nə cür gərək görək? Otomatik bizim beynimizdə bir fikirlər vardı. Ona məmulən deyirlər naxud ağah. Yəni 95% bu fikirlər bizim oradan gəlirlər. Və onlar bizim ata-babalarımızdan və çox qidmətli və qədimi fikirlərdirlər ki, beynimizdən gəlir. Deyir ki, beyninin qabağın alan bir nə fikirlər vardı. Onları sən əvvəldə tanı və onların qabağın al. Məsələn, sənin beynində deyir ki, mən çox eləyə bilmərəm bu işi görəm, inana bilmirəm, eləyə bilməyəcəyəm, örgəşə bilməyəcəyəm. Bunlar hamısı o qədimi fikirlərdir ki, sənin beynində var, ya uşaqlıqdan sənə deyiblər. Bunlar bir qədimi bərnamələrdirlər sizin beyninizdə. Bunları çox rahat eləyə bilərsiniz ki, siləsiz və bir taza bərnamə qoyasınız. Amma qoy bir zat deyim biləvə, müşkül buradadır ki, indiyənəcən bizə mədrəsədə ya universitetdə öyrətməyiblər ki, beyninizdən nə cürsünə istifadə eləyin, nə cürsünə siz pillələri yuxarıya qalxın. Bizə deyiblər ki, nə cürsünə hifzləyin və nə cürsünə nömrə alın. Ona görədir ki, çox adamlar ki, fərğ təhsil olurlar, universitet qurtarırlar, mədrəsə qurtarırlar. Bu cür fikir edirlər ki, daha mən eləyə bilməyəcəyəm bir taza bir zat örgəşəm, çün mənim beynim dolubdur. Yaxşı, indi o vaxtdır ki, sən nə bu qədimi fikirlər vardır, gərək bunları silib və yerinə taza bir fikirlər qoyarsan ki, mən eləyə bilirəm bu işləri tazaşdan görəm. Rəbti yoxdur ki, sənin neçə yaşın vardı, beynin çəkir, ya beynin sənin çəkmir. Ya sən bir zorlu adamsan, ya sən zorun yoxdur. Mühüm budur ki, sənin beynin bir əzülə, eyni sənin qolun təkin gərək işləyə və taza bir zatlar örgəşə. İndi mən sizə bir yaxşı yol deyirəm. Əvvəliminci qədəmimizi götürək ki, nə cürsünə bu qıfılları sındırırıq. Bizim beynimizin iki bəxşi vardı. Bir tərəfi ki, özü bülür, bir tərəfi ki, bülmür. Köhnə bir zatlar içində vardı. O bəxşi ki, bizim öz əlimizdədir, o həman zatdır ki, sən ondan örgəşirsən, gedirsən, işlisən, təsmim tutursan, bir iş görürsən. Amma o sənin beyninin 5% tutur. Amma bunu bilin ki, 95% ki, sizin beyninizdən qalıbdır. O yerdən gəlir ki, heç bilmirsən o hardan gəlir və sənə nə dəsturlar verir və sənin qabağına alır. O həman köhnə iddiaatdır. Məsələn, olubdur ki, bir yerdə sən maşına minərsən, bir məsafəti gedəndən sonra oturub fikirləşəsən ki, heç bilmədim ki, bu yolu mən necə gəldim və necə bura yetişdim. Ya bir muziki qulaqasısan, heç bilmirsən bir tərəfdən sənə nə xatirələr yaranır. Bu işlər mənim dostlarım, o sizin 95% zehninizdəndir ki, sizin əlinizdən bir iş gəlmir, o sizə təsmim tuturur. Amma bunu bilin ki, bu yer çox böyük bir yerdir. 95% sizin beyninizi əlinə tutubdur və siz gərək onun əlindən alasınız və onu eləyə biləsiniz, kontrol eləyəsiniz. Amma bu zaman ki, onu kontrol elədiniz, sizin zindəcanlığınız və yaşayışınız əvəzlənəcək və pillələri bir-bir yuxarıya qalxacaqsınız. Amma deyirsiniz ki, mən necə bu işi görüm? Çox sadədir. Mənfi bir bavərlər, mənfi bir o zatlar ki, sizin beynini tutubdur, onları lütfən beyninizdən silin. Fikirləşin, görün o yerdə ki, sizə beyniniz dəstur verir ki, eləyə bilməyəcəksən, gedə bilməyəcəksən, danışa bilməyəcəksən, lütfən bunların hamısını silin, beyninizdən atın eşiyə. Təkidi bir cümlələr beyninizə qoyun. Məsələn, hər gecə yatanda mən eləyə bilməyəcəyəm, örgəşə bilməyəcəyəm. Bunların yerinə gəlin bu işləri və bu sözləri deyin. Mən bir əbər qüdrətmənd kompüterəm, hər zadı örgəşəcəyəm, mən eləyə biləcəyəm, qüdrətli bir adamam, mən yaxşı örgəşirəm və yaxşı eləyə biləcəyəm, əncam verəm bu işləri. Şayət gülməli ola bu işlər, amma bir zaman sonra sizin beyninizə girib və siz bu cürsünə fikir eləyəcəksiniz ki, hətmən siz bir böyük adamsınız və hər gün yuxarıya gedirsiniz. Üçüncü yol.
Zehninizdə bir seri şəkillər çəkin. O işləri ki sevirsiniz, o işləri ki istəyirsiniz görəsiniz, onların şəklini zehninizdə və beyninizdə çəkin və hər gün film çəkin, kartun çəkin, onlara baxın. Bu işi Olimpikin qəhrəmanları həmişə görürlər. İkinci sırr. Beynivi və hafizəvi çox qüdrətli elə. Olubdur ki, bir şumara telefonu siz yadınıza saxlaya bilməyəsiniz, amma çox qədimi bir muziki yadınızda saxlamış olasınız. Ya olubdur ki, siz bir adamın adını neçə dəfə soruşasınız və yenə də yadınızdan çıxmış ola. Bilirsiniz niyə? Çünki biləsinə çox o zəruri və mühüm bir zat deyir. Onları ki yadından çıxardır, biləsinə əhəmiyyəti yoxdur və onları çox rahat beynindən silir. Pəs sən burada beynivə bir gərək iş görəsən ki, beynivi allandırasan və o yerdə ki bu işi ya bu sözü sən öyrəşirsən ya beynivə tapşırasan, ona deyərsən ki, bu çox mühüm bir zatdır. Jim Quick buna deyir, məkan çox qüdrətli bir teknikdir yadda saxlamaq üçün. Təsəvvür elə bir evin içinə girəndə görürsən bir yumurta göydən aslanır, yaxcal açılıb və içindən bir süt atılır eşiyə və tökülür yerə. Və bir tikə çörək dirilib və qaça-qaça atılır o sütün içinə. Və bir meyvə, moz meyvəsi yerdə sürünüb və atılır qəhvənin içinə. Bu şəkillər, bu təsvirlər görün sizin beyninizdə bir gülməli bir zatdır, amma bunları yaxşı siz eləyə bilərsiniz, hifz eləyəsiniz. Pəs nəticə alırıq ki, beynimiz bizim şəkillər və gülməli və rahat bir şəkilləri eləyə bilir yadında saxlasın. Ta bir list qoyarsınız qabağına ki, yazmalıdır. Onları öyrəşməyə çox çətinlikdir biləsinə. Öyrəşməyi 5 bərabər elə. O böyük adamların təfavütü, məmuli adamların təfavütü ilə budur ki, böyük adamlar çox tez öyrənirlər və tez öyrənirlər. Çünki bunlara etiqadları vardır ki, bu ilahi bir qüvvət deyil. Bunu eləyə bilərsiniz, siz öyrənərsiniz və təmrin eləyəsiniz. 3-4 dənə bunun təmrin ya maharəti vardır ki, bunları hər gün siz görsəz, eləyə bilərsiniz ki, bu işləri görəsiniz. Ondan sonra öyrəşdiyin zatları xülasə elə, bir məsələn 10 cümləni 2 cümlədə xülasə elə və onları yadında saxla. Bu uzaq xatirələrində həkk olub və qalacaqdır. Ondan sonra neçə işin üstündə təmərküz və enerjini qoyma. Bu sənin öyrənməyi əşaya gətirib və enerjini tutacaqdır. Bir zadın üstündə işlə və ta bu maharəti əlvə gətirməmisən, ayrı bir işə cinə baş qoyma. 4-cü ülgü. Beynivin qədimi ülgülərin sındır və onları sil. Bizim beynimiz elə bir şey, bir maşınla caddə-i xaçıda siz ranəndəlik eləsiniz. Amma bu müddət zamanda ki, siz ranəndəcilik eləsiniz, o yol sizə çox rahat olubdur. Yaxşı bir taza yol istəsəz açasınız, bir çətinlikləri vardı, ya çala-çolaları vardı. Bəs bunu adət eləyin ki, onun bir çətinlikləri vardı. Taza beyninizə fikirlər, bir çətinlikləri olacaqdır. Məsələn, həmişəki yolundan getməyin. Yolunuzu döndərin, bir taza yol tapın. Həmişə bir səndəlidə oturmayın, ayrı bir səndəlidə oturun. Bu işlər sizin beyninizi bir nəvaxtılıqdan saxlayıb və sizin beyninizi münətif eləyəcəkdir. Pəs bu günlərdə biz anladıq ki, bizim beynimizin qüdrətləri çoxdur, amma onu məmuli və yeknəvaxt bir işlərdən gərək biz uzaq gəzdirək və taza işləri öyrədək və köhnə bir zatları ondan silək. Və hər gün ona deyək ki, sən çox böyüksən, sən eləyə biləsən, sənin qüdrətin çoxdur və sən hər işi eləyə biləsən, çox yaxşı görəsən. İndi bir mənim beynimə bir sual gəldi. Bunların hamısını öyrəşdik və bildik. Siz bunları işlədəcəksiniz? Ya bunları işlədirsiniz? Pəs mənim dostlarım, bunu bilin ki, ittilaat və çox zatları öyrəşmək çox kafi bir iş deyil. Onları işlətmək çox mühüm bir məsələdir.
Bəs bizim beynimiz bir əbər kompüterdir, bir böyük kompüterdir ki, buna çoxlu bərnamə töküb, amma fəqət bərnamə tökmək o kompüterin içinə, beynimizin içinə bəs deyir. Bəs onları gərək biz işlədik. Ondadır ki, sizin beyninizin qıfılı açılıb və o açarları əlinizə tapmısınız.